Herkes Muhammedidir, Mevlası Ali, rəhbəri Xameneyi, İmam-ı Zaman müntəziridir. Salavat zikirləsin. Sallallahu Muhammed, Ali Muhammed. Şəhidlərin ruhuna salavat zikirlə. Sallallahu Muhammed. Ramazan qardaşımız mərsiyə deyər, bizləri feyziyab edər. Salamatlığına salavat zikirlə. İmam Aleyhisselam'ın vatillerine lənədir. Alemi ey gözden atan, alemi ey gözden atan, qana namaz üstə batan, Ali can, Ali can, Zeynəbi qoydun atasız, qaldı yetimlər ağasız, şəhid-i Mehrab. Ey vay Ali can, hamı bahəm şəhid-i Mehrab. Ey vay Ali can, bundan da uca şəhid Rab. Ey vay Ali can, başın yaralandı sənin, başın yaralandı sənin, köynəyin oldu kəfənin, Zeynəbi qoydun atasız, qaldı yetimlər ağasız, Mevla Ali can, Mevla Ali can, Mevla Ali can, Mevla Mevla Ali can, bir də uca Mevla can. Alemi ey gözden atan, qana namaz üstə batan, Zeynəbi qoydun atasız, qaldı yetimlər ağasız, Mevla Ali can, Mevla Ali can, Mevla Ali can, bir də uca Mevla Ali can, Mevla Ali can, Mevla can. Şia qəmi azim olub, Şia qəmi azim olub, sənin başın dolu olub, Həsən Hüseyn yetim olub, Həsən Hüseyn yetim olub, Mevla Ali can, Mevla Ali can, Mevla Ali can, bir də Mevla Ali can. Səcdədə batan qanəm, səcdədə batan qanəm, rəhbərə səlam olsun, rəhbərə səlam olsun, can verən qəribanə, can verən qəribanə, Heydərə səlam olsun, Heydərə səlam olsun, Heydərə, Heydərə səlam olsun. Battıqanın əmirə, müminan namaz üstə, aldı haqdan iclalı, cavidan namaz üstə, hüccət-i Xuda verdi, imtihan namaz üstə, saği qədən noşe, Kevserə səlam olsun, Heydərə səlam olsun, Heydərə səlam olsun. Başladı Həsən Nohə, başladı Həsən Nohə, eylədi Hüseyn şeyvən, yandı binəva bülbül, soldu ba səfa gülşən,
Gözleri ebel fəzlin doldu yod tutum dildə Səslədi baba hale Mustara selam olsun Heydara selam olsun Heydara selam ol Bir de uca Heydara selam olsun Secdede batan gane Secdede batan gane Rəhbərə selam olsun Rəhbərə selam olsun Can veren garibane Can veren garibane Heydərə selam olsun Heydərə selam olsun Heydərə selam olsun Heydərə selam İmam Aleyhisselam'ın qatillerine lanet Salavat ediyoruz. Evet. Peygamber ve Ali Peygamber cemaline salavat zikirler. Ve accil ferəcəhum ya Zəhra. Minbərin vaxtıdır. İnşallah axundumuzun məhzərindən istifadə edəcəyik. Özünün, ailəsinin salamatlığına, ibadət, itaətinin ali dərəcə qəbulünə, İmam-ı Zaman gəlişinə salavat zikirlə. Muhammed Allahümme salli ala Muhammedin ve ali Muhammed İnna Allah ve melaiketehu yusalluna alen nebi Ya eyyühellezine amenu sallu aleyhi ve sallimu teslima ve lebbeyk أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والعاقبة للمتقين واليقين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد اللهم وعلى آله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين أما بعد قال الحكيم في كتاب المبين بسم الله الرحمن الرحيم إنا أنزلناه في ليلة القدر وما أدراك ما ليلة القدر ليلة القدر خير من 1000 شهر تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر سلام هي حتى مطلع الفجر صدق الله العلي العظيم السلام عليكم يا أهل المجلس جميعا ورحمة الله وبركاته Allah cevhersin. Allah ilan ibadet itaatlerimizi kabul etsin inşallah. Şimdi ahir gecelerdi. Allah rahmet etsin. Rehberimiz, ağamız Ali Xamenei Ağa'ya ki Ramazan ayında güzel, mübarek, mukaddes ayda şehadeti etip Allah rahmet etsin. Ve bir tane de inşallah sizin hizmetinize güzel, şad haber verim ki bugün yani rehber seçilip Allah onu canı sağlasın. Allah atasına rahmet etsin. Seyyid Müçteba Xamenei Ağa. Heyderimiz var bizim. Xamenei rehberimiz var bizim. Heyderimiz var bizim. Xamenei rehberimiz var bizim.
Peygamber zamanı salavat. Allah acır versin. Bu güzel bir haberdi. O melunlar ki Siyonistler Allah lanet etsinler. Ne kadar el atacaklar, ne kadar isteyecekler ki İslam'ı yoklasınlar, başarmayacaklar. İnşallah ki başarmazlar. Çünkü bak İslam kurulundan İslam'ın düşmanları isteyecekler ki İslam'ı yoklasınlar, Kur'anları itirsinler, alimleri itirsinler, müştehitleri, imamları itirsinler. Başarmadılar ve başarmayacağız inşallah. O da ki bugün de Allah onu bütün belalardan korusun inşallah. Ki rehberimizdi, canımızdı. Allah ona can sağlığı versin. Allah işinde uğurlar etalesin inşallah. Ki biz Şiileri şadlasın inşallah. Salavat zikir. Bir iki de meseleyi toxunum ki inşallah Ramazan aydı, mübarek güzel aydı, mukaddes aydı. Şimdi haber alanlar var, şimdiden haber alanlar ki fitre nece olacak, fidye nece olacak. Fitre adam başı 200 manat, 200 rubl, 200 manat adam başı. Ve fidye odur ki fitre bilirsiniz de fitre her adamdan çıxadı. Lap uşaqdan da tutub, ananın bətnində olan uşaqdan da tutub, hamısından fitre düşədi. Yalnız can insanlardan, heyvanlardır, ne bileyim, maşındır, evdir, bunlardan fitre düşməyədi. Sadaqa, tasatlıq, səsini çağardın, amma fitre onlara düşməyədi. Fitre 200 manat, fidye de odur ki, kim başarmaya tutmağa, ucalıq vasitəsilə, xəstələrdir və s. başarmaya tutmağa, onlar fidye ayırmalıdırlar. 1500 manat adama. Bir adam 1500 manat fitre ayıranda, oruç tutmayanlar için de ayırmalıdırlar inşallah. Bu belə aydındır da inşallah. Haber alan olsa sizlerden diyersiniz bu cürə. Bir de inşallah ki bu bayram meselesi inşallah indidən derler. Bazıları 19'undadır, bazıları 20'sindedir. Yüzü de kakabış doğrusu demişke həmişə olduğu kimi kim deyildi? Axund deyildi. Axunddan işitmişəm. Axund deyildi ki 19'u bayramdır, 20'si bayramdır. Yox. Axı o sözü deyə bilməz. Desin ki, mənə ixtiyarım yoxdur deməyə. Çünki ay görünməyə bayram olmayır. İnşallah, əgər ayın 19'unda ay görünsə, əzan veriləcəkdir. Onu bilin ki, 20'si bayramdır. Saat 7'də inşallah fitr bayramının namazını qılacaq. Allah bizləri və sizləri nəsib eləsin inşallah. Eğer 19'u azan verilməsə, yaxşı diqqət edin və eşitməyənləri də deyin. Daha suallar olmasın ki, bəlin iş oldu, həlin iş oldu. Yani kim necə eləyərsə üzləri bilə Allah ilə. Yani kim haçan eləyərsə bayramı üzləri bilsin. Bizim bayramımız yalnız ay görünəndən sonra haber gelecek, biz de elan verecek. Ama biz hiç dedim ki 19'u azan verilse 20'si bayramdır. Eğer azan verilmese 20'si olacak. 20'si akşam azan verilecek. Çünkü Ramazan ayı 19'u fevral başladı, 30 gündür. 20'si Mart'ın 20'si 30 gün tamamdır. Eğer azan verilmez 19'u 20'si akşam azan verilecekti. 21'i inşallah sabahına seher 7'den 8'i yaksın 8'i işleyecek. İnşallah namazı, fitr bayramı namazını kılacak inşallah. Allah kabul etsin.
Yattan çıxan şey yoxdur ki inşallah. Gəlin sualınız olsa inşallah deyərsiniz. Peyğəmbər və Ali Peyğəmbər cəmalına salavat edin. Mübarək Ramazan ayı Allahın insanlara rəhmət və bərəkətidir. Allah Teala bu ayda öz bəndələrini bağışlayıb hidayət etmək istəyir. Ne güzel Allah'ımız var. Mübarək Ramazan ayında Allah Teala öz bəndələrini azğınlıqdan çəkindirib, çirkin əməllərdən uzaqlaşdırmaq istəyir. Bir sözlə desək, Allah Teala Ramazan ayında bəndələrini ona ibadət edib, yaxınlaşmağını istəyir. Çünkü insanın yaradılmasında məqsəd Allaha ibadət eləməkdir. Allah insanlar ona göre yaratıldı ki üzünü ibadət eləsinlər. Namaz qılsınlar. Budur ki maşallah gəlib Allah can sağlığı versin. Namaz qılanlarımız gün bir gündən çox oladır inşallah. Mübarək Ramazan ayında bir gece var ki onun adına Qədir gecəsi deyilir. Qədir gecəsi bəzən sual olunur ki Qədir gecəsi müqəddəs, mübarək bir gecədirsə biz bu gecə Qədir gecəsində biz bu gecəni necə keçirtməliyik? Qədir gecəsi matəm gecəsidir, yoxsa şadlıq gecəsidir? Biz bu gecəni şadlıqla keçirtdik, yoxsa matəmlə keçirtdik? Cavab belədir ki, Qədir gecəsi nə matəm gecəsidir, nə də şadlıq gecəsidir, şad gecəsidir. Qədir gecəsi ibadət gecəsidir. Kur'an bu sualın açıq, aydın şekilde cevap verir ki bu gece Allah'ın kitabı olan müqəddəs Kur'an-ı Kerim nazil olan gecedir. Buna göre de Kur'an'ı karşılamak için müminler bu geceni yatmayıp oyak kalıp ibadetle meşgul olanlar. Sübhə qədər. Bu gecədə inşallah Allah Qur'anı nazil etdi. Qədir gecəsi nədir? İslam hədislərinə əsasən belə ehtimal var ki, Ramazan ayının 19'u, 21'i, 23'ü gecəsi Qədir gecəsidir. Bu gecelerin birinde Kur'an nazil oldu. Odur ki, müminler sübhə kadar oyak kalıp ibadetle meşguldular ki bu gece yatmayıp Kur'an nazil olan gecenin ibadetindir inşallah. Bunun büyük, çok faziletli sevabı var inşallah. Qədir gecesi Kur'an'ın nazil olduğu gecedir. Belə ki Allah Teala Kur'an-ı Kerim'de Qədir suresini buyurur. Bismillahirrahmanirrahim. İnna enzellahu fi leyletil qadir. Hakikaten biz onu yani Kur'an'ı Qədir gecesinde nazil ettik. Nazil kelimesinden bunu başa düştük ki Kur'an uca bir mekamdan daha düzgün desek uca alemden yani erşten aşağı âli olan dünyaya nazil olup fi leyletil kadir kelimesinden başı düştük ki yalnız Qədir gecesinde nazil olup başka gecelerde yok.
bu 3 gün gece dedik. 19, 21, 23. Yalnız bu gecelerde Allah Kur'an'ı nazil etti. Kadir gecelerini. Başka gecelerde yok. Şaban ayında yok ama Recep'de yok. Vesaire. Yalnız Kadir gecelerinden birinde Allah Kur'an'ı nazil etti. Ve ma edrake ma leyletul kadir. Sen ne bilirsen ki Kadir gecesi nedir? İkinci ayette görür ki Allah peygamberden soruşur. Sen bilirsen mi Kadir gecesi nedir? Malumdur ki peygamber yok cevabını ver. Çünkü peygamber bütün ilmi Allah'tandır. Ve o elme kelam elimde ilmi ledünni değiller. Allah peygamberden soruştu ki Kadir gecesi nedir? Allah özü cevap verir. 3. ayda buyurur Leyletul Kadir hayrun min alfi şehr. Kadir gecesi 1000 aydan efzeldir. Hayırlıdır, bereketlidir, faziletlidir. Bu sözün bir manasını sizin açıklığını ki sizin hizmetinizi çattırayım. Bu gecede Kadir gecesinin de insan bir hayır emeli ve yahut bir ibadet kılsa ki bu kısa ömürde bir tane hayır emelle bu gecelerde bir tane ibadetle bu az yaşında 50, 80, 90, 100 yaşında ki bir tane bu emeliyle sonra 500 yıl yaşayan insanlardan evzel üstündür. Allah buyurur. Yani Allah'ın rahmeti bu gecede insanlar için o kadar hususi olarak ki bir gecenin ibadeti Allah 500 ilin ibadetinden üstün tutar. Bu gecenin ibadeti. Kadir gecesi barəsində İmam Cafer Sadık aleyhisselamdan soruştular. İmam Cafer Sadık aleyhisselam buyurdu ki Kadir gecesi herkes başı düşmek istese onda evvel anam Fatıma Zahra selamun aleyhanı tanımalıdır. Bak, eğer sen Kadir gecesini bilmezsin nedir? Ağı buyurur ki, nenen Fatıma Zahranı tanımalısan. Ağa gene buyurdu ki, ve her kim anam Fatıma Zahra selamun aleyhanı tanımak istese, gerek Kadir gecesini başa düşsün. Eğer Kadir gecesini tanımak ise hanım Zahranı tanımalısa. Eğer hanım Zahranı tanımalısıysa Kadir gecesini başa düşsün. Ağanın bu hadisinden biz başa düşürük ki beşerin iradesi ve kudretine ne kadar ne Kadir gecesini dərk eləməyə çatar, kudreti çatar. Dərk eləməyə Kadir gecesi. Ne de hanım Fatıma Zahra selamun aleyhanı məqamın. Onu biz dərk edə bilmərik, onu biz çatı bilmərik. Biz bilmirik ki hanım Zahra selamun aleyhanla Kadir gecesinin arasında ne kadar yaxınlıq var. Bunu yalnız İmam məsumlar bilər. Biz bilmərik. Allah Teala 4. ayette buyurur ki Tenazzalul melaiketu ve ruhu fiha bi izni rabbihim min kulli emr. O gece Kadir gecesi melekler ve ruh Cebrail Rabbin izniyle yere inerler, gelirler. Biz
təfsir aləmlərini nəzərindən və hədislərdən bunu başa düşdük ki, ruh Cəbrail əleyhissalamdan da üstün olan bir varlıq, mələkdir. Dedik ki, baş mələk kimdir? Cəbrail əleyhissalam. Vaxtı bilirik ki, Cəbrail əleyhissalamdan da üstünü yoxdur. Amma vardır. Yəni, ruh mələk var, ruh. O Cəbrail əleyhissalamdan da üstün bir olan ruhdur. Deyir Allah Teala ruh mələki də yerə indirir. Bu Qədir gecəsini saxlatanlar üçün. Allah ruh barəsində Həzrəti Peyğəmbərdə buyurdu ki, ey mənim Peyğəmbərim, Allah Peyğəmbəri buyurdu ki, ey mənim Peyğəmbərim, ruh barəsində səndən soruşsalar ki, ruh nədir? Onlara belə cavab ver. De ki, Allahın ruh barəsində mənə danışmaqlıq elmini verməmişdir. Bax, görək. Hamı mələklərdən tanıyır, amma ruh mələki Allah Teala onu danışmağı vermir. Görün, bu gecə nə qədər şərafətli gecədir ki, Allah ərşin mələkləri, 4 mələki, Cəbrail əleyhissalam, Mikail əleyhissalam, İsrafil əleyhissalam, Əzrail əleyhissalamı yer aləminə göndərib, digər mələkləri də. Amma bu bəs olmaz kimi ruh mələkin də Allah yeri göndərir. Allah Teala Qədir surəsinin 5-ci ayəsində buyurur ki, Selamun hiya hətta mətla'il fəcr. Sadaqallahul aliyyül azim. O gecə dan yeri sökülənə kimi salamətçılıqdır. Əmin amanlıqdır. Tamam bu mələklər birinci zamanı imamı İmam Zaman əleyhissalama salavat zikr. Və gecəni sübhə qədər ibadət eləyən Allahın həqiqi bəndələrinə salam verirlər. Bugün burada egləşənlər ki, evlərdə Qədir gecələri saxlatanlar, vacib deyil, meçidi saxla, evdə də saxlata bilərsən Qədir gecələrini. Yoxlamayı, ibadətləyib, daha sübhə qədər Allah o mələkləri sən evi də gündərədir. Odur ki, buyurur ki, və gecəni sübhə qədər bir ağıya, bir də gecəni sübhə qədər yoxsuz qalıb ibadət eləyən şəxslərə Allah bu mələkləri nazirlər. Allahın həqiqi bəndələrinə salam verirlər. Yəni Qədir gecəsi Allah insanların dualarını qəbul edir və mələklər yerə enib insanları salamlayırlar. Qədir gecəsi gözəl bir gecədir və Allah Teala o gecədə mərhəmət, sağlamlıq və əminamanlıq nazil edir. Bu gecə yaxşı olar ki, insan qəza namazları qılsın. Əgər qəza namazları yoxdur, lap gözəl. Əgər qəza namazları yoxdursa, ata-anavın, valideynlərin qəza namazlarını qıl. Və belə dua ilə, ilahi, bu gecə ilahi, günah eləməyin həvəsi məndən al. Onun yerinə mənə çox ibadət etmək tövfiq ilə. Həvəsləndir, həvəs ver. Mən bu onu gördüm ki, biz dua eləyəndə hələ deyirik ki, Allah'tan dua eləyəndə hamımız eləyik də. Dedik ki,
İlahi ver. Ne? Can sağlığı ver. Bazıları belki de pul ister, mal dövlət ister, biri maşın ister, bir ev, biri villa, ne say. Dedi ki ver. Ama hiçbirimiz demirik ki ilahi menden al. Deyirsən, demirsən. Yani bu gece diye Allah'tan isteyek Allah bizden alsın. İlahi al. Ne alsın? Dua ile ki Allah bizden alsın. Menden alsın ve sizden alsın. Paxıllığı. Menden yalan danışmağı al. Menden təkəbbürlüğü al. Menden xəyanətə al. Menden qeybətə al. Böhtanı al. Rüşvət prosenti al ve sahip. Bu şeyleri dedi Allah senden alsın. Bir gün bir daha möcüzesini diyeyim inşallah. Bir gün Peygamber Ekrem sallallahu aleyhi ve sellem Aleyhisselam'a buyurdu ki Əmoğlu, ya Ali dur bugün ərşi seyir edək. Dünyanı seyir edək. Gəzək. Hazret Aleyhisselam onun əmrini qəbul etti. Her ikisi haric oldular. Çok yeri gezdiler. Geldiler bir yere yetiştiler ki burada hiç ne yoktu. Bir insan yok, bir cin yok, bir yaşayış yok, bir yaşıllık yok, bir ağaç yok, hiç ne yoktu. Bir karanlık vakıadır. Bu vakıanın adı Vakıye-i Zülqah derler. Peygamber sallallahu aleyhi ve sellem ve aleyhisselam geldiler hemen yere. Gördüler ki burada bir kurumuş ağaç var. Kuruyut ağaç. Ağaç kuruyanda hiç olmadı. Ne yarpağı olan ne bir şey olan. Kuruyan ağaçtır. Bu ağacın yanına geldiler ve Peygamber bu ağacı sökendi. Sökendi, gördüler ki bu kurumuş ağaç gügerdi, yaşıllaştı. Salavat zikir. Allah. Ağaç gögerende gördüler ki bir ses gelir, bir kuş sesi. Esselamu aleyke ya peygamber, ey hatemel enbiya. Peygamber buyurdu ki, sen ne bilirsen ki peygamber benim, hatmi peygamber benim, ahir zaman peygamber benim. Kuş dedi ki, ey Habibim, Allah ne kadar tam peygamberler yarattı, halk elədi. Ne kadar Allah alemler halk elədi. Ben burada, bu makamda durmuşum. 124 bin peygamber senin bir yerde buradan geldiler, geçittiler. Ben buradayım. Dedi, kuş dedi, ben dua elədim Allah'a ki sen ki beni burada halk eləmişsən, bu vakıada burada bir yaşayış yok. Bir cins, ins yoktur. Bəs beni o kadar ömür ver ki ta burada yaşlılık olana kadar. Yaşayış olana kadar. Soruştum ki kuş dedi. Allah'tan soruştum ki bura haçan gügerecek, yaşıllaşacak, yaşayış olacak. Buyurdu ki hayır, ahir zaman peygamber gelecek, yani İslam peygamberi gelecek.
O buraya gələndə, onun qədəmi buraya değdi, buralar yaşıllaşacaq. Burada yaşayış olacaq. Ben dedi, sanki bu ağacı yanına geldi, o burada gelip keçəndə bu ağac gögərdi. Dedi, Allah dedi kuşa, dedi, sen o vaxtı bilərsən ki, haçan ki ahirət zaman Peyğəmbər gəlib buradan keçəndə bu teri söykəndi, bu teri yaşıllaşdı, bil ki, ahirət zaman Peyğəmbər, xətmi Peyğəmbər odur. Ya Peyğəmbər, 124 min Peyğəmbər da buradan gəlib keçib, amma heç biri senden başka. Hiçbiri buraya yaşayış vermedi. Buradan keçittiler ama buraya yaşayış olmadı. Yaşıllık olmadı. Sen geldin bu ağac gügerdi. Ben bildim ki ahiret zaman peygamber sensin. Hatmi peygamber sensin. Hatmi peygamber bu İslam peygamberinden sonra Allah dünyaya peygamber yaratmadı. Yani imamlar yarattı. Peygamber sallallahu aleyhi ve sellem sualladı ki sen ne bildin ki benim hatmi peygamber ahir zaman peygamber ben olmağını ne bildin? Axı ben tek değilim burada. Benim yanımda əmim oğlu Ali İbn Abi Talib aleyhisselam da var. O diyardı da peygamber. Dedi, o birisi peygamberler ki gelip buradan keçittiler. Onların yanında kim var idi? Kuş dedi, Ali Aleyhisselam'ı kökzattı. Buyurdu, dedi ki 124 bin peygamber seni bir keçittiler buradan. Hamısının yanında bu cavan oldu. Bu cavan oğlan oldu. Yani Ali Aleyhisselam. Adem Aleyhisselam'dan tutmuş ta İslam peygamberine kadar Ali Aleyhisselam bunlarla bu vakıada keçib. Dedi, şimdi dedi bu cavan sana geldi bugün. Onu göre ben bildim ki sensen hatim peygamber. Yani bu Allah'ın kudreti Ali'nin kudretidir. Onu da diyeyim ki Adem Aleyhisselam kainat, dünya yaranmamıştan Ali Aleyhisselam'ın ruhunu Allah yaratmıştır. Yani Kur'an Peygamberimize nazil olmamıştan qabaq Ali Aleyhisselam anasının bətnində, anasının qarnında Kur'an tilavet edirdi. Kur'an oxuyurdu. Hələ Kur'an nazil olmadı, hələ peyğəmbərlik verilmedi. Amma Ali Aleyhisselam anasının qarnında Kur'an oxuyurdu. Bizim Peygamberimizin 23 il ərzində Kur'an nazil oldu. Ama Ali Aleyhisselam bu Kur'an'ı anasının qarnında oxuyurdu. Bu Ali Aleyhisselam'ın kudreti Allah'ın kudretidir. Bütün peygamberler vefat edip kıyametecen Ali Aleyhisselam dünyada, erşte, asmanda, hatta bu mescitte bizimle Kadir gecesini geçir. Buyurur ki Ali veli hakkıdır, bəli Xudaya bəndədir. Şehid olub zahirdə, ona zərbət vurulub. Kah ərşi gəzir, kah yerdədir, kah asmandadır. Bir gün Peygamber sallallahu aleyhi ve sellem dua edəndə belə buyurdu ki, İlahi, sen beni elimi Ali'nin elinden kıyamet gününde
məhşər günü Əlinin əlindən əlimi üzmə. Duaya bax ha, Peyğəmbərlə duaya bax. Ki məhşər günü, qiyamət günündə, axirət günündə sən məni əlimi Əleyhisselamın əlindən üzmə günə. Dua eləyəndə Ayşə də var. Qulaq asın. Həzrət belə buyuranda Ayşə dedi ki, ya Resulallah, sən axı xatəməl Peyğəmbərsən, axirət zaman Peyğəmbərsən və axirət günündə insanlara şəfa verənsən. Amma bu cür dua eləyirsən ki, məhşər günü əlimi Əleyhisselamın əlindən üzmə günə. Həzrət buyurdu ki, ya Ayşə, mən Əli Əleyhisselamın möcüzələrini görmüşəm. Və onun nuru Adəmdən tutub bütün peyğəmbərlərin yanında olub. Və onun möcüzələrini Meracda eləyəndə görmüşəm. Meracda gidəndə çox möcüzələr oldu. Əleyhisselam möcüzələri. İndi o inşallah ayrı vaxtlarda deyək. Bugün Ramazan aydı, bugün də Əleyhisselamın zərbət vurulan gündür. Ramazan ayının 19-cu gecəsi Həzrət Əleyhisselamın İbn-i Mülcəm Muradı tərəfdən zərbət vuruldu. Yəni bu gecə, 19-cu gecə zərbət vuruldu. Sübh namazını qılmaq üçün Əleyhisselam evdən çıxdı ki, sübh namazını qılsın. Hələ ki, heyəti gəldi, quşlar, ürdəklər, yəni Əleyhisselamın əbasını tutub dartaydılar. Güya ürdəklər də razı deyildilər ki, Əleyhisselam meşidi gitsin, Əleyhisselamı zərbət vurulsun. Çıxdı, heyətdən çıxanda, qapıya çatdı, qapının açın çıxanda, əbası qapının kəftəsində eləşər. Güya qapının kəftəsi də, qapı da istəmirdi ki, Əleyhisselam meşidi gitsin. Əleyhisselam gəldi Küfə meşidinə. Gördü ki, İbn-i Mülcəm məlun üzü üstə yatıb meşiddə. Gözü yox ikisi. Əleyhisselam gəldi, keçəndə o məlunu durğuzdu, tərpətdi ki, ey İbn-i Mülcəm, üzü üstə yatmayın. Çünki bədbəxt adamlar üzü üstə yatar. Üzü durğuzdu. Yoxudan oyatdı. Gəl. Vaxtı vədivi yerini yetir. Dedi, gəldi Əleyhisselam məşğul oldu namaza. Hələ ki, dedi, secdədən başını qalxızanda İbn-i Mülcəm məlun zəhərli qılıncla bir zərbət vurdu ağanın başına. O məlun o qılıncı bir il itiliyəydi, zəhər vurdu. İtiliyəydi, zəhər vurdu. O da deyim ki, duası da bu idi ki, o məlunun. Deyir, ilahi, bu qılıncı ki, itiliyədir, zəhərliyədir. Deyir, ilahi, bu qılınc axırda dünyanın ən pis, ən nəhəq
adamına qismət olsun. Bu cür dua eləyib, o siqal vuruydu. Yəni itiliyeydi xəncəlini. Ağı da tükedi, zəhərliyeydi də. O zəhərini qılıncla burada ağanın başına bir zərbə. İndi rəvayətdə deyirlər ki, o qılınc ki, Əleyhisselam 2 gün, bir gün sabah 21-ni şəhadəti etdi. Huşu gələdi, huşdan gitədi. İmam Həsən Əleyhisselam ki, İmam Həsən Əleyhisselam gəldilər ki, sən qatili kimdir, onu öldürək. Ağa buyurdu ki, onun işimiz olmasın. Hətta yəni, süt içəndə dedi, yarısını dedi, qatilini göndərib. Dedi, onun işimiz olmasın. Əgər öldürməksə söz, ona bir dənə zərbət vurun. Bir dənə zərbə vurun, ölsə ölər, qalsa daha işimiz olmasın ona. Rəvayət deyir ki, həmən o məlunun öz qılıncı ilə ki, bir il zəhərliyəydi, doğud eləmişdi, öz qılıncı ilə dedi, bir zərbət vurarlar o məluna, cəhənnəmə vasillərlər. Deyir, həmən qılınc ki, dua elədi, axırda dünyanın ən yaman, pis, nəhər adamına, məlununa qismət olsun, deyir, üzünə qismət oldu, sonra da qeybi çəkir. O qılınc yoxdur da. Axır, həmən insandır ki, dünyanın ən pis, ən alçaq adamıdır. Deyir, hələ ki də zərbət vuruldu, dedi, səsə cəmaət qışqırı gələrdi meşid tərəfə ki, ağanın başına zərbət vuruldu. İmam Həsən Əleyhisselam da qaçaydı meşidə. Səslərini qardaşı Hüseyni ki, qardaş Hüseyin, tez üzvü yetir meşidə, atamızı öldürüblər. Dedi, gəldilər, atasını aldılar, başını düzü üstə. Dedi ki, Əleyhisselam gözlərini açdı. Dedi ki, and olsun Allaha ki, azad oldum. Dedi, oğlanlarını ki, mənə tez meçiddən evə aparın. Çünki o məlunlar meçidi qanı birləşdirdilər. Dedi, gətirdilər evə. Dedi, Əleyhisselam gəh huşu gələydi, gəh huşdan gidir. Bir də eşitdi ki, kənardan ağlamaq sədası gəlir. Ağlamaq səsi gəlir. Fəryad qoparan səs gəlir. Dedi, buyurdu ki, kimdir o fəryad qoparan? Dedilər ki, ağa, o oğlu Əbəlfəzdir. Həya eləyir sizdən içəri girməyə. Dedi, çağırın gəlsə Əbəlfəzi. Dedi, Əbəlfəz Əleyhisselamı dedi, qeyrətindən bədəni titriydi. Tuprağı başını səpərdi. O Əbəlfəz idi ki, İmam Hüseyin Əleyhisselamı Kərbəlada qabağında şəhid oldu. Bir kənə Əbəlfəz ağadan deyib, hələ ki Əbəlfəz ağa şəhadəti itirdilər ki, İmam Hüseyin Əleyhisselam gəldi başını üstə. Nə lazımdır, onu elədi. Hələ ki, İmam Hüseyin Əleyhisselam Əbəlfəz ağadan cənazəsində tərk elədi ki, xeymələr gələdi. Necə gələdi? Deyir, ağa, Əbəlfəzin şəhadətindən sonra Əbəlfəzi tərk edib xeymələr gələnə qədər ki, biraz gələydi, yıxılaydı yerə. Biraz gələydi, yıxılaydı yerə. Dedi, əlin qoyaydı belinə, qalxaydı yerə. Aradan dönüb Fəratə tərəf baxardı.
deyirdi ki, andolsun cavan ölənlərə, Əbəlfəz, səndən ayrılmağı bilmirəm. Gene gələydi xeymələri tərəf, gene yıxılaydı. Gəlib xeymələri yaxınlaşanda birinci İmam Hüseynin qabağına 3 yaşındaki kızı Rüqeyyə əlində camla qaçdı qabağına. Qaça-qaça gəldi, dedi ki, ya Əbəta, babacan, bəs əmim Əbəlfəz harada qaldı? Baba, axı anam Rübab onu yolunu gözləyir. Axı qardaşım Əli Əsqərə su vədə verib. İmam Hüseyin əleyhissalam gördü ki, uşağı necə razı eləsin. Gördü, necə desə, Rüqeyyənin bağı partlayır. Rüqeyyə uşaqdır, eşitsə ölər. Fəqət çarəsi bu oldu ki, heç nə demədi. Gəldi Əbəlfəzin xeyməsinin sütunun çəkdi, yıxdı xeyməni. Uşaqlar bilmədi bunun mənasını. Amma xanım Zeynəb bildi nə vardı. Bir sağa baxdı, bir sola baxdı. Gördü ki, naməhrəmlər yoxdur. Açdı məcərini başından, atdı yerə, saçlarını aldı əllərinə. Dedi, Hüseyin, nə gəl ucu boylu, uzun qollu qardaşıma nə gəlib? Əbəlfəzmi nə olub? Dedi, Zeynəb, ümidimiz Əbəlfəz idi, onu da öldürdülər. Xanım Zeynəb ağlaya-ağlaya dedi ki, Hüseyin, bəs cənazəsini niyə gətirmədin? Sübhdən hər şəhidin başının üstünü kitir, onu cənazəsini xeymələrə gətirirdi. İmam Hüseyin əleyhissalam dedi ki, bacı, and olsa cavan anam Zəhraya hələ yaxşı oldu ki, gətirmədim. Xanım Zeynəb təəccübləndi. Dedi, necə yaxşı oldu? And olsa anam Zəhrayı ki, and olsa cavan ölən Əli Əkbərə əbayı bükməyi olsaydı, əbayı büküb gətirərdim. Necə ki, oğlum Əli Əkbəri əbayı büküb gətirdim xeymələrə. Əgər Əbəlfəzi də əbayı bükmək olsaydı, onu da gətirərdim. Bacı, yaxşı oldu ki, hələ özü də mənə and verdi ki, məni Fəratın kənarını dəfinlə. Məni xeymələrə aparmırdı. Dedi, necə? Hüseyin, məni nigaran qoyma. Ağa dedi, bacı, and ola nənəm Zəhrayı ki, əgər gətirsəydi, bir belə arvad uşaq qalmaz. Heç biri sağ qalmazdı. Əgər onu görsəydi, hamı halak olardı. Mənim də səbr imamətliğim bais oldu ki, mən sağ qalmışam. Xanım Zeynəb dedi, Hüseyin, məni çox nigaranladı. Axı, xanım Zeynəb ürəyi dügünərdi. Hüseyin, məni nəyi belə nigaran qoysan? Məgər Əbəlfəzmə nə gəlib başına? Nə var ki, Əbəlfəzin başında sən belə deysən? Dedi, bacı, o ucu boylu Əbəlfəz, ucu boylu Əbəlfəz, Rüqeyyə boyda olub. Gətirsəydim, onu tanımazdınız. Ya Əbəlfəz, ya Əbəlfəz, hamı desin bir də, ya Əbəlfəz.
Ya Ebel Fez, kalbim gamiyle dolsa Ebel Fez ağlara. Kalbim gamiyle dolsa Ebel Fez ağlara. Güller çemende solsa Evvel fazla ağlarım ağlarım Ya da sallam saadiki Kullar ya bedende Evvel fazla ağlarım ağlarım Bilmiyorum ağayman sen açar geldi ya Bedrin balinine Diline geldi ya Bedrin balinine Dilsilerdi kaldı gözleri Bir de gördü ya Belfez ağlayıp dedi kardeş Yaraların aziyet çeli Ya neden yadla düşün Buyurdu kardeş sen Ağlamıram Hünkârın komşu kalır Ağlamıram kardeş Nenem ağlısız kalır Nenem çalanıran neneme kurban Abdullah'ım Ali Ekber'e kurban Sen candan ağlayıram Senin dizlerinde can veririm Aman sen can Sen ölenle kim alar başımı dizüstüne Ya Ebel Fez Ya Ebel Fez Saqiye Kevser oldu Allah Saqiye Kevser oldu Allah Fatihe Kheyber oldu Allah Fatihe Kheyber oldu Allah Yumdu gözlerini cihana Yar peygamber oldu Allah Başına değdi bir yara öldü Ali Başına değdi bir yara öldü Ali Derdine olmadı deva öldü Ali Derdine olmadı deva öldü Ali Ali canım Ali canım Ali canım Ali canım Hami Ali canım Ali canım Ali canım Sinesin dağladı yetiman Yasini sakladı yetiman Sinesin dağladı yetiman Yasini sakladı yetiman O gece yatmadı ay Allah Sübhecek ağladı yetiman Dediler hardasan ağa mire huda Dediler hardasan ağa mire huda Gel özün çare et bize şire huda Gel özün çare et bize şire huda Ali canım, Ali canım, Ali canım, Ali canım, Ali canım Canım vay babam vay dedi Hüseyin'i Ağladı nur her
Gözleri kanı şahidini torpağa tapşırıblar Allah. Gözleri kanı şahidini bu gece balalarda ol gərq muhen. Ağladı yana yana Hüseyin o Hasan. Ağladı yana yana Hüseyin o Hasan. Ali canım, Ali canım, Ali canım, Ali canım, Ali canım, Ali Çufeden kâme çaptı Heydar, Çufeden kâme çaptı Heydar. Gözlerin yumdu yattı Heydar, dört golünü koyup diyarlar, alemi gözden attı Heydar. Fatime güllerisine dağladılar, Fatime güllerisine dağladılar. Heydar'ın gitmeyin kan ağladılar, Heydar'ın gitmeyine kan ağladılar. Ali canım, Ali canım, Ali canım, Ali canım, Ali canım, Ali canım. Sallallahu ala Muhammed ve ali Muhammed. Allah kabul etsin, Allah ecri versin ve acağa da hamdımızın canı sağ olasın inşallah. Allah sizin dualarınızı müstecab etsin aziz ehli gecesinde. Allah tebarek ve teala taze rehberimizin de inşallah canı sağ olasın, muvaffak etsin ve en büyük nimet de vilayet nimetidir. Ehl-i İslami vilayeti nimeti, Ehl-i İslami vilayeti davamlıyır İmam Zaman gıybette olarak ve bəli Seyyid Ali Xamenei Ağa da qeyd elədi Hacığa. Ağanın, Seyyid Ali Xamenei Ağanın hakkı var boynumuzda. Allah Teala inşallah bu hakkı əda eləyənlərdən eləsin. Bizlər də 37 ildir ağalıq eləyib bizə və inşallah taza nimət də əlimizə düşüb Seyyid Müştəba Ağa. Allah Teala inşallah muvaffak eləsin və onun da hakkını bilənlərdən eləsin bizləri inşallah. İnşallah Teala və Quran nimətinə indi diqqətimizi eləyirik, vilayət nimətindən və Quranları qabağınıza qoyun, qabağınızda saxlayın və qarşınızda tutub Quranı bu sözləri deyəcəyik. Ya Allah. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Üzü kıbleydi yanım. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme inni es'eluke bi kitabikel munzali ve ma fihi ve fihi ismukel ekberu ve esmaukel husna ve ma yukhafu ve yurca en tec'aleni min ütekaike minen nar. Ya Allah. İnşallah Kur'an'ı başınızın üstüne koyun ve bu sözleri tekrarlayın. Yüreğinizde hacetleriniz ettiğin. Ya Allah. Allahümme bihaqqi hazal Kur'ani ve bihaqqi men erseltehu bihi ve bihaqqi
بكل مؤمن مدحته فيه فبحقك عليهم فلا أحد أعرف بحقك منك. بك يا الله 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 بمحمد 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 بعلي 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 بفاطمة 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 بالحسن 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 بالحسين 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 بعلي بن الحسين 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 بمحمد بن علي 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 محمد بن علي بجعفر بن محمد 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 بموسى بن جعفر 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 بموسى بن جعفر
بموسى بن جعفر بموسى بن جعفر بعلي بن موسى 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 بمحمد بن علي 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 بعلي بن حسن بعلي بن محمد 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 بالحسن بن علي 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 يا الله قافك يا رب بالحجة 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 Herkes öz kalbinde, yüreğinde dua etsin. Hacetini Allah'a etsin inşallah. İltimas dua, yattan çıkarmayı dünya Müslümanların kardeşlerimizi. İmam Zamanı başta olana rehberimiz başta. Ya Allah. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ya Allah, ya Rahman, ya Rahim. Bu ahye gecesinin duaları bizlerden kabul dereceye getirginen, dünya Müslümanların rauf-u mehriban karar verginen, Ehl-i Beyt'in elemin ucale, Ehl-i Beyt'i difa edenlere galebe etale, mezlumları difa edenlere uğurlu galebe kısmet eleginen, zalim kuvveleri, Amerika, İsrail, Siyonist rejimi məhv nabud yox eleginen, İlah Pərverdigarı, o tifillerin qanın, Xamney ağanın şəhadət qanın yerde qoymaginen, İlah Pərverdigarı, müştehid alimlərimizi başta Seyyid Müştəbə Xamney ağa olmaq rəhbərimiz hifz-i inayət ilə. İlah Pərverdigarı, cəmiyyən dünyada olan Müslümanları, cəmiyyən Əhl-i Beyt aşıqlarına tezliklə, qələbə ətaləqlə, İlah Pərverdigarı, dünyasını değişən əzizlərimizin günahından keçkinən, İlah Pərverdigarı,
bizim tövbələrimizi qəbul eginən. İlah Pərverdigara, bizim qəbir əzabından xilas eginən. İlah Pərverdigara, bizlərə və əzizlərimizə Peyğəmbər, Əhl-i Beyt Peyğəmbər şəfaətini nail eginən. İlah Pərverdigara, müqəddəs ziyarət yerləri, imamlarımızın ziyarətini bizlərə qismət eginən. İlah Pərverdigara, 12-ci imamımızın, ağamızın gəlişini tezləşdirginən. اللهم صل على محمد وآل محمد اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات بحق محمد وآله وأهل بيت طاهر وبالفاتحة مع السلام.